Bir nömrəli sualda deyir ki, verilmiş kvadrat tənliyi çevrilmiş kvadrat tənliyə gətirin. Çevrilmiş kvadrat tənlik nəyə deyilirdi? X kvadratının əmsalı 1-ə bərabər olan kvadrat tənlik çevrilmiş kvadrat tənliyi adlanırdı. Və çevrilmiş kvadrat tənliyin ümumi formasını işarə etmişdi. X kvadrat üstəgəl px üstəgəl q bərabərdir 0 şəklində. İndi bizə verilmiş kvadrat tənlikdə x kvadratının əmsalı neçədir? 2. Deməli, mən hər tərəfi 2'ye bölsəm, x kvadratının əmsalı artıq 1 olar. Onda hər tərəfi bölürəm 2'ye kvadrat tənliyin. 2 bölü 2 vur x kvadrat üstəgəl 3 bölünsün 2 vur x çıxılsın 4 bölünsün 2 bərabərdir 0. İxtisar etsək alarıq x kvadrat. 3'ü böldü 2'ye 1,5 x. 4'ü də 2'ye bölsək 2. Qarşısında da mənfi var, oldu mənfi 2. Deməli, çevrilmiş kvadrat tənliyi nə olacaq? X kvadrat üstəgəl 1,5x çıxılsın 2. Bir nömrəli çalışmada cavabımız olar C variantı. Yəni, x kvadratının əmsalı neçədirsə, həmin kvadrat tənliyi həmin əmsala bölsək, çevrilmiş kvadrat tənliyi ala bilərik. Baxaq 2 nömrəli çalışmaya. 2 nömrəli çalışmada deyir ki, aşağıdakı tənliklərdən hansının hər iki kökü sıfırdan fərqlidir? İndi biz belə bir qayda keçmişdik natamam kvadrat tənliklərdə. Əgər ki, B də 0'a bərabər, C də 0'a bərabər olarsa, o zaman kvadrat tənlik hansı hala düşər? Ax kvadrat bərabərdir 0. Bu zaman hər iki kök sıfırdır. Hər iki kök sıfırdır. Kvadrat tənliyin ümumi forması da ax kvadrat üstəgəl bx üstəgəl c bərabərdir 0 şəklindədir. İkinci halda natamam kvadrat tənliyi demişdik ki, əgər c 0 olarsa, o zaman kvadrat tənlik hansı hala düşər? Ax kvadrat üstəgəl bx bərabərdir 0 şəklində. Burada da demişdik ki, bir kök sıfırdır. Bir kök sıfırdır. Üçüncü halda, əgər b bərabərdir 0 olarsa, o zaman ax kvadrat üstəgəl c bərabərdir 0 şəklində bir tənliyi alarıq. Bu zamanda demişdik ki, 2 əks işarəli kökü var. 2 əks işarəli kök var. İndi bizdən soruşur ki, hər iki kökü sıfırdan fərqli olsun. Baxın, b də 0, c də 0 olanda hər iki kök sıfırdır. Bu halı harda görürük? Baxın, üçüncü halda elə deyil. Bunun b'si də sıfırdır, c'si də sıfırdır. Deməli, hər iki kökü sıfırdır. Amma bizdən soruşur ki, sıfırdan fərqli olsun. Deməli, üçüncü getdi. Dördüncüyə baxsaq, baxın, bunun b'si var, a'sı var, amma c'si yoxdur. C'si 0, b'si sıfırdan fərqli olan halda dedik ki, bir kök sıfırdır. Deməli, 4'də də bir kök sıfır oldu. Amma bizdən istəyir ki, hər iki kökü sıfırdan fərqli olsun. Deməli, 4 də getdi. Birincinə baxsaq, birincidə b sıfırdır, c sıfırdan fərqlidir. Bu zaman dedik ki, 2 əks işarəli kök var. Əks işarəli kökdür, yəni 0 deyil ki, deyil. Deməli, 1'i götürə bilərik. Sonra baxırıq 2 nömrəliyə. 2 nömrədə də həm a, həm b, həm c sıfırdan fərqlidir. Deməli, bunun sıfırdan fərqli kökü var. Görünür də, deməli 1 ilə 2 kvadrat tənliklərinin kökü sıfırdan fərqlidir. Üçüncüdə hər iki kök sıfır oldu, dördüncüdə də bir dənə kök sıfır oldu. Sonra baxaq 3 nömrəli çalışmaya. Deyir ki, aşağıdakı tənliklərdən hansının 2 bərabər kökü var? İndi kvadrat tənliyin 2 bərabər kökü olması üçün şərt nə idi? Biz demişdik ki, diskriminant sıfırdan böyükdürsə, 2 müxtəlif həqiqi kök var idi. Demişdik ki, diskriminant sıfıra bərabərdirsə, bir kök və yaxud 2 bərabər kök. 2 bərabər kök. Üçüncü halda demişdik ki, diskriminant sıfırdan kiçikdirsə, ümumiyyətcə, həqiqi kök yoxdur. İndi 2 bərabər kök deyirsə, hansı şərt ödəməlidir? Diskriminant bərabərdir 0. İndi baxsaq, bu kvadrat tənliklərin hər birinin diskriminantını yoxlasaq, məsəl üçün, A variantının diskriminantını yoxlayıram. B kvadratı çıxılsın 4ac. B'nin yerində 5 dayanır. 25 çıxılsın 4 vurulsun. A'nın yerində 1 dayanır. C'nin yerində də 4 dayanır. Deməli, 25'dən nə çıxarıq? 16 bərabər oldu 9'a.
Amma bizə lazımdır ki, diskriminant 0 olsun. Deməli, A variantı getdi. B variantına baxaram. Yenə diskriminantını hesablayıram. B kvadratı çıxılsın 4AC düsturuna əsasən. B-nin yerində 4 dayanır. 4-ün kvadratı çıxılsın 4 vurulsun 3 vurulsun 1. Bu da edər 16 çıxılsın 12-dən 4. Yenə 0-dan fərqli oldu. C-yə baxıram. Yenə diskriminantını hesablayıram. 3-ün kvadratı çıxılsın 4 vur 1 vur 2. Bu da edər 9 çıxılsın 4 vurulsun 2. 9 çıxılsın 8-dən etdi 1. Deməli, bu da 0-dan fərqli oldu. Amma D variantına baxsaq, diskriminantı hesablasaq, mənfi 2-nin kvadratı çıxılsın 4 vurulsun 1. Mənfi 2-nin kvadratı edər 4. 4-ü 1-ə vurduq 4. 4-dən də 4-ü çıxdıq etdi 0. Deməli, diskriminant 0-a bərabər oldu. Bu zaman 2 dənə bərabər kökü olacaq. 3 nömrəli çalışmada cavabımız olar D variantı. 4 nömrəli çalışmaya baxaq. Deyir ki, 2 natural ədədin fərqi 6, hasili isə 187 olarsa, bu ədədlərin cəmini hesablayın. İndi 2 natural ədədin fərqi 6-dır. Tutaq ki, deyirəm, birinci natural ədəd olsun x, ikinci natural ədəd olsun y. Bu ədədlərin fərqi 6-dırsa, deyirəm ki, x çıxılsın y, x çıxılsın y bərabərdir 6-ya. Hasili 187-dirsə, x vurulsun y bərabərdir 187-yə. İndi birinci tənlikdən mən x-i tapa bilərəmmi? X-i tapa bilərəm. X-a deyirəm o zaman 6 toplu y. Baxın, çıxılsın y idi, keçdi bərabərliyin sağ tərəfinə oldu toplu y. İndi gətirib x-in bu qiymətini, baxın, aşağıdakı bu ifadədə yaza bilərəmmi? Bəli, bilərəm. Gətirib x-in yerinə yazıram. 6 üstə gəl y vurulsun y qalır öz yerində, bərabərdir 187-yə. İndi vursaq, açsaq, sadələşdirsək, y-i 6-ya vursaq 6y. Üstə gəl y-in kvadratı bərabərdir 187-yə. Buradan da y kvadratı üstə gəl 6y. 187-ni keçirirəm sol tərəfə olur. Çıxılsın 187 bərabərdir 0. Daha sonra bu kvadrat tənliyi həll edərik. Əvvəlcə gəlin diskriminantını tapaq. Diskriminant bərabərdir b kvadratı, yəni 6-nın kvadratı 36, çıxılsın 4 vurulsun 1 vurulsun mənfi 187. Bu da bərabərdir 36, üstə gəl 4 vurulsun 187. Bu da bərabərdir 36, üstə gəl 748. 748. 36 ilə də 748-i cəmləsək, edər 784. İndi 784 də nəyin kvadratıdır? 28-in kvadratı. Bundan sonra y-i tapa bilərəm, elə deyil. Y1 nəyə bərabər olar? Mənfi b, yəni mənfi 6. Baxdığımız kvadrat tənlik budur. B-nin yerində 6 dayanır. Düstura görə mənfi b plus kökdə d bölünsün 2a. Yəni mənfi 6 üstə gəl kökdə 748 bölünsün 2a, yəni 2 vur 1. Bu da nəyə bərabərdir? Mənfi 6, 748-dən nə çıxar? 28-in kvadratıdırsa 28, məxrəcdə də 2. İndi mənfi 6-nın üzərinə 28 gəlsək, 22 bölünsün 2, 22-ni də 2-yə bölsək, etdi 11. Deməli, y-in qiymətini nə aldıq? 11 aldıq. Yaxşı, bəs x-in qiymətini necə taparıq? Baxın, x-in qiymətini bu ifadədən tapa bilərik də. X çıxılsın y-ə, biz demişik 6. Onda x da nəyə bərabərdir? X da bərabərdir 6 üstə gəl y. Y 11-dirsə, x da 11 üstə gəl 6-dan edər 17. Deməli, x-in qiyməti də oldu 17. Bizdən bu ədədlərin cəmini istəyir. Yəni, 11 ilə 17-nin cəmini istəyir. Bu cəm də verər bizə 28-i 4 nömrəli çalışmada cavabımız olar 28. Sonra baxaq 5 nömrəli çalışmaya. Deyir ki, k-nın hansı qiymətində kvadrat tənliyin kökləri cəmi 3-ə bərabər olar. İndi
Köklər cəmi 3-dürsə, burada biz V7-i tətbiq etməliyik. Amma V7 dedik ki, çevrilmiş kvadrat tənlikdə tətbiq edə bilərik. Çevrilmiş kvadrat tənlikdə də x kvadratın əmsalı olmalı idi 1. Amma burada x kvadratın əmsalı k-dırsa, deməli mən hər tərəfi bölərəm k-ya. K-ya bölsək nə alarıq? X kvadrat üstəgəl 15 bölünsün k vur x topla 12 bölünsün k bərabərdir 0. İndi bu kvadrat tənliyin köklər cəmi nəyi göstərirdi? X-in əmsalının əksini. Yəni, x-in əmsalı 15 böl k deyilmi? Onun əksi olar mənfi 15 böl k. Bu ədəd də göstərir bizə köklər cəmini. Köklər cəmini də verir bizə 3. Deməli, mənfi 15 böl k böl. Daha doğrusu, mənfi 15 böl k bərabərdir 3-ə. Buradan da k bərabərdir. Mənfi 15 bölünsün 3-dən mənfi 5-ə. 5 nömrəli çalışmada cavabımız olar A variantı. Baxaq 6 nömrəli çalışmaya. Deyir ki, kvadrat tənliyin kökləri x1 və x2 olarsa, 1 bölünsün x1 və 1 bölünsün x2 ifadəsinin qiymətini hesablayın. İndi bu iki ifadəyə ortaq məxrəc nə olar? Təbii ki, onların hasili x1 vurulsun x2. Onda surətdə nə düşər? x2 üstəgəl x1. İndi bizə bir kvadrat tənlik də verir. Və kvadrat tənlik çevrilmiş kvadrat tənlikdir. Çevrilmiş kvadrat tənlikdirsə V7 tətbiq edib yazıram ki, köklər cəmi x-in əmsalının əksi, yəni mənfi 6-nın əksi 6, köklər hasili nə olmalıdır? Sərbəst hədd. Sərbəst hədd nədir? Burada mənfi 3. Dedim ki, x1 vurulsun, x2 də mənfi 3-dür. Gətirib bu qiymətləri yerinə yazıram. x2 üstəgəl x1 elə x1 üstəgəl x2 deməkdir. Surətə yazaram 6. Məxrəc də köklərin hasilidir. Yazıram mənfi 3. 6-nı da mənfi 3-ə bölsəm, edər mənfi 2. Deməli, 6 nömrəli çalışmada cavabımız olacaq A variantı. Sonra baxaq 7 nömrəli çalışmaya. Deyir ki, verilmiş kvadrat tənliyin kökləri cəmi 6 olarsa, kökləri hasilini hesablayın. İndi köklər cəmi 6-dırsa, deməli burada V7 tətbiq olunub, amma V7 bayaq dediyimiz kimi çevrilmiş kvadrat tənlikdə baxa bilərik. Ona görə yazılmış buradakı kvadrat tənliyi çevrilmişə gətirmək lazımdır. X kvadratın əmsalı burada neçədir? 2-dir. Deməli, hər tərəfi 2-yə bölərəm. Yazaram x kvadrat artıq 2-yə böldü. X kvadratın əmsalı oldu 1. Çıxılsın. K bölünsün 2 vurulsun x. Topla. K çıxılsın 2 bölünsün 2. Sərbəst həddi də böldü 2-yə. Bərabərdir 0-a. İndi deyir ki, kvadrat tənliyin kökləri cəmi 6-dır. İndi kvadrat tənliyin kökləri cəmi nə idi? X-in əmsalının əksi. Burada x-in əmsalı mənfi k bölü 2-dirmi? Onda köklər cəmi mənfi k bölünsün 2-nin əksi. Yəni, onlar müsbət k bölünsün 2. Bu da neçəyə bərabər olar deyir? 6-ya. Buradan k-nın qiyməti neçə edər? 6 vurulsun 2-dən 12. K-nı 12 tapdıqdan sonra kökləri hasilini tapa bilərik. Elə deyil. İndi çevrilmiş kvadrat tənlikdə kökləri hasilini nə göstərir? K çıx 2 bölü 2. Gətirib burada k-nın yerinə 12 yazıram. 12 çıx 2 bölü 2. Bu da edər 10 bölünsün 2-dən 5. Deməli, bu kvadrat tənliyin kökləri hasili olacaq 5. 7 nömrəli çalışmada A variantı. Sonra 8 nömrəli çalışmada 2 ardıcıl natural ədədin kvadratları cəmi 113-dür. Bu ədədlərin cəmini tapın deyir. İndi 2 ardıcıl natural ədəd deyir. Amma bilmirik həmin natural ədədləri. Və ardıcıl natural ədədlər bir-biri ilə neçə vahid fərqlənir? Məsəl üçün, 1 və 2 ardıcıl ədəd, elə deyilmi? Aralarındakı fərq neçədir? 1. Məsəl üçün, 9 ilə 10 ardıcıl natural ədəddir. Yenə də aralarındakı fərq 1-dir. Deməli, ardıcıl natural ədədlər arasındakı fərq 1-dirsə, mən deyirəm ki, tutaq ki, birinci natural ədəd olsun n. İkinci natural ədəd ardıcıldırsa olar n topla 1. İndi bu natural ədədlərin kvadratları cəmi 113-dür. Yəni birincinin kvadratı n-in kvadratı üstəgəl. İkinci ədədin kvadratı n üstəgəl 1-in kvadratı bərabərdir 113-ə. İndi n-in kvadratı yüksəltdik n kvadratı.
Bu da müxtəsər vurma düsturudur da, elə deyilmi? A üstə gəl B-nin mötərizə kvadratının açılışı. Olar n kvadratı, yəni birincinin kvadratı üstə gəl. 2 vur, birinci ədəd vurulsun, ikinci ədəd üstə gəl, ikinci ədədin kvadratı. Bu 113'ü də atıram sol tərəfə, işarəsi dəyişər bərabərliyin sol tərəfinə keçdiyinə görə. İndi 2n kvadratı, n kvadratları toplandı. Üstə gəl 2n. Bu n kvadratı nəyi verər bizə? Təbii ki 1'i verər, 1'in kvadratı. Ondan da 113 çıxdı, etdi çıxılsın 112. Bərabərdir 0. Bundan sonra hər tərəfi neyniyərəm? Bölərəm 2'yə. Bölsə 2'yə olar n kvadrat, üstə gəl n, çıxılsın 56 bərabərdir 0. İndi V7'i tətbiq edib nəyi tapa bilərəm? V7'i tətbiq edib. Deyərəm ki, bu 2 ədədin köklər cəmi bərabərdir n'in əmsalının əksinə. Burada müsbət 1'də olacaq mənfi 1. Köklər hasilinə bərabər olar. N1 vurulsun, N2 bərabərdir. Neçəyə? Mənfi 56'ya. Mənfi 56'ya. Hansı 2 ədədin hasili mənfi 56, cəmi mənfi 1 edir? Təbii ki, mənfi 8 və mənfi, daha doğrusu müsbət 7'nin. Bunların hasili verəcək mənfi 56, cəmi verəcək mənfi 1. Amma bizə natural ədəd dediyinə görə buradakı mənfini götürə bilmərik. Çünki natural ədədlər 1'dən müsbət sonsuzluğa qədər ədədlər idi. Deməli, n'in qiyməti neçədir? Müsbət 7. Biz də birinci ədədə n demişik. Deməli, bu ədəd 7'dir. İkinci ədədə də n topla 1 demişik. Yəni 7'nin üstünə 1 gələrik, edər 8. Bizdən də bu ədədlərin cəmini istəyir. 7'nin üstünə 8 gələrik, edər 15. Cavabımız olar C variantı 8 nömrəli çalışmada. 9 nömrəli çalışmada nə deyir? Deməli, bizə bir kvadrat tənliyi verilir və kvadrat tənliyin köklərindən biri 3 olarsa digər kökünü istəyir. Kökünün birini verir. x1 nəyə bərabərdir? 3'ə bərabərdir. Və x2'ni istəyir bizdən. Əgər ki, bunun bir kökünü verirsə, deməli, mən x1'in qiymətini gətirib bu kvadrat tənlikdə yerinə qoysam, kvadrat tənliyi ödəməlidir. Deməli, x'in bu qiymətini gətirib yazıram kvadrat tənlikdə yerinə. Haradakı x görürəm, yerinə 3 yazacağım. Yazıram k vurulsun, 3'ün kvadratı çıxılsın 5 vurulsun 3, topla 6 bərabərdir 0. 3'ün kvadratı 9, 9 da k'ya vuruldu, etdi 9k. Çıxılsın 15, üstə gəl 6 bərabərdir 0. Buradan da 9k çıxılsın 9 bərabərdir 0. 9k bərabərdir 9'a, k da bərabərdir neçəyə? K da 1'ə bərabər imiş. K'nın qiymətini tapdıq, elə deyilmi? Gətirib kvadrat tənliyi yerinə qoyuram. 1'dirsə heç yazmağa ehtiyac yoxdur da. 1 vurulsun x kvadratı, elə x kvadratı deməkdir. X kvadrat çıxılsın 5x üstə gəl 6 bərabərdir 0. İndi mənə lazımdır bu kvadrat tənliyin digər kökü. Viet teoreminə görə nə deyə bilərəm? Bu köklərin hasili verməlidir bizə 6'nı. x1'ə nə demişik bayaq? x1'ə 3 demişik. Gətirib x1'in yerinə 3 yazaq. 3 vurulsun x2 bərabərdir 6. x2 də buradan bərabər olar 2'yə. Deməli, 9 nömrəli çalışmada cavabımız olar B variantı. Baxaq 10 nömrəli çalışmaya. Deyir ki, x kvadrat çıxılsın px üstə gəl 12 kvadrat tənliyinin kökləri x1 və x2'dir. Əgər ki, x1 bərabərdir 3x2 olarsa, p-nin müsbət qiymətini tapın. İndi bizə verilmiş kvadrat tənlik çevrilmiş kvadrat tənliyidir. Yəni, x kvadratın əmsalı nədir? 1. V7'i tətbiq edib nə deyə bilərəm? Köklər hasili, bu kvadrat tənliyin köklər hasili müsbət 12'dir. Yəni, x1 vurulsun x2, 12'yə bərabərdir. İndi bizə şərtdə bir dənə də ifadə verir. Deyir ki, x1 3x2'yə bərabərdir. Onda gətirib əvəz etmə edə bilərəmmi? x1'in yerinə 3x2 yaza bilərəm. Baxın, buradakı x1'in yerinə gətirib 3x2 yazıram. Onu da vurarıq x2'yə, bərabər edərik 12'yə. Onda 3x2'nin kvadratı bərabərdir 12'yə. Buradan x2'nin kvadratı bərabərdir 4'ə. Deməli, x2 nəyə bərabər ola bilər?
müsbət mənfi 2-yə. İndi x2-yə deməli birinci səfər deyə bilərik müsbət 2. İkinci səfər deyə bilərik mənfi 2, elə deyilmi? Çünki mənfi 2-nin də kvadratı 4 edir, müsbət 2-nin də kvadratı 4 edir. İndi x2-yə 2 desək, şərtdə nə demişik? x1 3x2-dir. x1 3x2-dirsə, onda x1-i tapmaq üçün nə edərik? x2-ni 3-ə vurarıq. 2-ni 3-ə vurduq, etdi 6. İkinci halda x1-i tapmaq üçün nə edərik? 3-ü vurarıq mənfi 2-yə. Bu da verər bizə mənfi 6-nı. Daha sonra viyyətə görə nə deyə bilərəm? Kvadrat tənliyin kökləri cəmi x-in əmsalının əksi olmalıdır. Burada x-in əmsalı neçədir? Mənfi p-dir, elə deyilmi? X-in əmsalı mənfi p-dir. Deməli, köklər cəmi mənfi p-nin əksi olmalıdır. x1 üstəgəl x2 bərabərdir müsbət p-yə. Bizdən isə p-nin müsbət qiymətini istəyir. Baxın, burada birinci halda mən köklər cəmini tapsam nəyi verər? Müsbət 8. İkinci halda köklər cəmini tapsam mənfi 8-i verər. Amma ki, bizdən p-nin müsbət qiymətini istəyirdi. Mən müsbət 8-i götürəcəm. Ona görə cavabımız olacaq 10 nömrəli çalışmada C variantı. Sonra baxaq 11 nömrəli çalışmaya. Katetləri cəmi 31 cm, uzunluğu, hipotenuzun uzunluğu isə 25 olan düzbucaqlı üçbucağın böyük katetini tapın deyir bizə. Çəkək bir dənə düzbucaqlı üçbucaq. İndi bu düzbucaqlı üçbucağın hipotenuzu 25'dir deyir. Katetlərinin cəmi də 31'dir. İndi mən bura x desəm, digər katetə nə deyərəm? 31 çıxılsın x deyərəm. Elə deyil. Həqiqətən də x ilə 31 çıxılsın x-in cəmi verər bizə 31'i. Yəni katetlərin cəmi olar 31. Bundan sonra söhbət düzbucaqlı üçbucaqdan gedir. Elə deyilmi? Deməli, Pifagor teoremi ödənməlidir. Pifagor teoremi nə idi? Katetlərin kvadratları cəmi bərabər olmalıydı hipotenuzun kvadratını. Onda yazaram ki, x-in kvadratı üstəgəl 31 çıxılsın x-in mötərizə kvadratı bərabərdir 25'in kvadratına. Bu da edər x kvadrat üstəgəl 31'in kvadratı çıxılsın 62x üstəgəl x kvadratı bərabərdir 625'ə. 2 dənə x kvadratı var. Cəmlənər olar 2x kvadratı. 2x kvadratı çıxılsın 62x 31'in kvadratı eləyəcək 961. 625'i də keçirsək sol tərəfə olar çıxılsın 625 bərabərdir 0-a. İndi gəlin biraz da sadələşdirək bu ifadəni. 2x kvadratı çıxılsın 62x 961'dən 625 çıxsaq edər 336 bərabərdir 0. Hər tərəfi bölərəm 2-yə. X kvadrat çıxılsın 31x. Üstəgəl 336'nı da bölsək 2-yə edər 168. Üstəgəl 168 bərabərdir 0-a. Gəlin diskriminantını da hesablayaq bu ifadənin. Diskriminant bərabərdir 31'in kvadratı nə etdi bayaq? 31'in kvadratı 961. 961 çıxılsın 4 vurulsun 168. 4'ü də 168'ə vursaq nə alarıq? 961 çıxılsın 672. Bu da verəcək bizə 289'u. Deməli, D-ni aldıq nə? 289. Bu da nəyin kvadratıdır? 17'nin kvadratı. Gəlin onda x-i tapaq. X da bərabərdir. Mənfi b üstəgəl kökdə d bölünsün 2a. Yəni 31 üstəgəl kökdə 289 bölünsün 2 vur 1. A-nın da yerində 1 dayanır. Bu da 31 üstəgəl 17 bölünsün 2 edəcək. Yəni kökdə 289'dan çıxacaq 17. 31 ilə də 17'ni cəmləsək edər
48. 48'i də 2-yə bölsə edər 24. Deməli, x-in qiyməti nə imiş? 24 imiş. Bizdən də elə nəyi soruşurdu? Üçbucağın böyük tərəfini soruşurdu. X-i tapdıq 24. Digər tərəf nə olacaq? 31-dən də 24 çıxsaq 7. Amma bizə böyük tərəf lazımdır, ona görə cavab olar A variantı. Baxaq 12 nömrəli çalışmaya. Deyir ki, tənliyin kökləri hasilini tapın. Əslində bizə verilmiş tənlik kvadrat tənliyə oxşuyur, amma x-in qüvvət üstü 2 deyil. Deməli, mən burada nə etməliyəm? Əvəz etmə etməliyəm. Məsəl üçün, burada kök altında x-a bir t desəm, onda buradakı x nə olar? T'nin kvadratı olar, elə deyilmi? Həqiqətən də buradan t'nin kvadratını tapsaq, kökdə x-in kvadratı verər bizə x-i. Deməli, buradakı x-i mən t kvadratı şəklində yaza bilərəm. Elə buradakı kökdə x var, ha. Buradakı kökdə x-a da elə t deyəcəm. Gətirib yerinə yazdım t, üstə gəl 15 bərabərdir 0. Əslində, indi burada bir kvadrat tənliyi aldıq, elə deyil. Bu kvadrat tənliyə v-yeti tətbiq edirəm. Deyirəm ki, köklər cəmi 8-dir. Köklər hasili də etməlidir 15. Onda buradan t1 olar 3, t2 olar 5. Deyil, həqiqətən də bunların cəmi 8, hasili 15-i verər. Amma mən t'yə nə demişəm? Kökdə x demişəm. Onda kökdə x-i bir səfər 3-ə bərabər etməliyim. Digər səfərdə 5-ə bərabər etməliyim. Çünki 2 dənə kök almışam. Onda hər tərəfi kvadrata yüksətsək nə alarıq? Hər tərəfi kvadrata yüksətsək. Kök gedər, yerdə qalar x, 3-ün kvadratı da edər 9. Bunu da kvadrata yüksəldirəm. Kök gedər x, 5-də kvadrata yüksəltdi 25. Deməli, əslində kökləri tapdıq da, kökün biri 9 imiş, digəri 25 imiş. Bizdən də kökləri hasilini istəyir. 9-u vurarıq 25-ə, edər 225. Cavabımız olar A variantı 12 nömrəli çalışmada.